Salam əziz izləyicilər, bugün yanımızda beynəlxalq dərəcədə güləş hakimi Əli Babayev var. Beynəlxalq güləş qaydalarını ingilis dilindən Azərbaycan dilinə tərcümə edən, eyni zamanda birinci dərəcəli güləş hakimi, peşəkar mütəxəssis bizimlədir. Güləş yalnız güc yox, həm də qayda, ədalət və intizam idmanıdır. Əli müəllim, beynəlxalq güləş qaydalarını Azərbaycanda tərcümə etmək fikri necə yarandı sizdə? Sual üçün çox təşəkkür edirəm. İlk öncə Aktiv Life kanalımıza öz minnətdarlığımı bildirirəm ki, məndən müsahibə alır. Bu fikrin yaranmasında əsas səbəb güləş cəmiyyətində uzun illər fəaliyyət göstərməyim olub və hər dəfə diqqət edirdim ki, bəzi boşluqlar var. Bildiyiniz kimi, beynəlxalq güləş qaydalarının ingilis dilində olması həm hakim, həm məşqçi, həm güləşçilər üçün böyük çətinliklər yaradırdı ki, bu qaydaların mənimsənilməsində. Ondan sonra belə bir fikrə düşdüm ki, həm bizim gənc hakimlər var, milli dərəcəli hakimlər var, onların sabah beynəlxalq yarışlarda iştirak etmək üçün faydalı ola bilər. Buradan fikrimə yarandı ki, həm özüm üçün, həm hakim yoldaşlarım üçün, həm məşqçi üçün, həm güləş sevərlər üçün, həm güləşənlər üçün faydalı olacaq. Güləşin qaydalar kitabını ingilis dilindən Azərbaycan dilinə tərcümə elədim. Bu kitab üzərində işləyərkən sizi çətinliyə salan məqam nə olub? Bu kitab üzərində işləyərkən məni çətinliyə salan məqamlar əsasən güləş terminləridir. Beynəlxalq güləş qaydaları beynəlxalq güləş terminlərindən ibarətdir. Yəni burada güləşə aid olan terminlər çoxdur ki, bu da tərcümədə bəzən çətinliklər yaradırdı. Amma şükür Allah ki, bunun da öhdəsindən layiqincə gəldim və bu kitabı ərsəyə gətirdim. Nəşr olunub, bugün də bu kitab bizim qarşımızdadır. Hər şey yaxşıdır. Əli müəllim, güləş hakimliyində ən vacib prinsip sizcə nədir? Diqqət, ədalət, yoxsa təcrübə? Çox gözəl sualdır. Əvvəla onu qeyd edim ki, qeyd etdiyim sualların hər üçü də vacibdir. Mən belə fikirləşirəm ki, ilk öncə ədalət üstünlük təşkil edir. Daha sonra diqqət, çünki güləş yarışlarında hər iki güləşən üçün diqqətli olmağın daha vacib məqamlardan biridir. Çünki onların taleyi həll olunur. Azərbaycan çempionatlarından sonra onların Avropa, dünya, hətta olimpiya yarışları olur ki, hər şey Azərbaycan çempionatından başlayır ki, hakimin üzərinə böyük yük düşür. Təcrübə də belə bir şeydir ki, yəni bir çox beynəlxalq yarışlarda olduqdan sonra hakimin təcrübəsi getdikcə artır. Düşünürəm ki, hər üçü vacibdir. Əli müəllim, məlum olduğu kimi siz beynəlxalq birinci dərəcəli güləş hakimisiniz. O mərhələyə çatmaq üçün hansı proseslərdən keçmək lazımdır? Beynəlxalq dərəcəli birinci kateqoriyalı hakim olmaq üçün bir neçə il milli dərəcəli hakim kimi çalışmaq lazımdır, fəaliyyət göstərmək lazımdır. Daha sonra Hakimlər Kollegiyasının sədrinin göstərişi ilə beynəlxalq kateqoriya almaq üçün imtahan vermək lazımdır. Bizdə bir sıra kateqoriyalar var ki, ilk kateqoriya üçüncü dərəcəli kateqoriyadır. Bunu aldıqdan sonra müəyyən müddət keçir, müəyyən müddət hakimlik edirsən beynəlxalq arenalarda, daha sonra ikinci kateqoriya, daha sonra birinci kateqoriya. İlk öncə onu qeyd eləmək istəyirəm ki, beynəlxalq dərəcəli hakim olmaq üçün, birinci kateqoriyaya çatmaq üçün mən hal-hazırda birinci kateqoriyalı hakiməm. Mənim bir pillam qalıb ki, birinci kateqoriyalı hakim olub ki, olimpiya oyunlarında da iştirak edə bilim. İlk öncə onu qeyd eləmək istəyirəm ki, beynəlxalq dərəcəli hakim olmaq üçün və bu pillədə irəliləmək üçün ilk olaraq ingilis dilini bilmək vacibdir. Çünki bütün beynəlxalq seminarların hər biri ingilis dilində keçirilir. Daha sonra olduqca üzərbəcən yükün öhdəsindən məsuliyyətlə gəlməlisən. Bəzən yarış zamanı hakimlərin qərarları müzakirə olunur. İstər məşqçilər tərəfindən, istər güləşçilər, idmançılar tərəfindən, istər auditoriya tərəfindən. Bu zaman hakim psixoloji olaraq necə davranmalıdır? Onu deyə bilərəm ki, ilk öncə hakim soyuqqanlı olmalıdır. Necə ki, idmançı
görüşə çıxmamışdan əvvəl özünü psixoloji olaraq hazırlayır. Yəni bu görüşü tutmaq üçün özünə inanır. Hakim də bir görüşü idarə etmək üçün özünə inanıb psixoloji olaraq öz durumunu düzəltməlidir, özünə inanıb döş üzərinə çıxmalıdır və o görüşün öhdəsindən yenə deyirəm üzərinə düşən yükün öhdəsindən məsuliyyətlə gəlməlidir. Əli müəllim, siz peşəkar bir güləş hakimi kimi nə deyə bilərsiniz? Bizim güləşçilərimiz, idmançılarımız həqiqətən də beynəlxalq qaydaları tam mənimsəyə biliblərmi? Bizim yığma komandada güləşçilər üçün yaş kateqoriyalarına görə Hakimlər Kollegiyasının sədri Asif Şirəliyev və Hakimlər Kollegiyasının sədr müavini Sədr Quliyev tərəfindən bir sıra seminarlar keçirilir. Ümumiyyətlə, Azərbaycan Güləş Federasiyasında rayonlar üzrə də seminarlarda iştirak edirlər. Orada da qaydalarla bağlı seminarlar keçirilər. Təbii ki, hər bir güləşçinin qaydaları tam mənimsənməsi mümkün deyil. Amma məşqçilər bu prosesdə mühüm rol oynayır ki, onlar öz işlərindən uğurla gəlirlər. Zamanla bu seminarlarda da yeni qaydalar kitabları, qaydalara aid olan məqamlar güləşçilərə öyrədilir, başa salınır, izah olunur. Yığma komandada bu bildiyiniz kimi güləş qaydaları müəyyən müddətdən sonra dəyişilir. Həmin qaydalar da bir daha yığma komanda üçün seminarlarda yeni qaydalar, dəyişilən yeni qaydalar güləşçilərə izah olunur. Onların da mənimsənməsi üçün müəyyən köməklər göstərilir. Əli müəllim, biz kitaba yenidən geri dönək. Bu kitabın tək hakimlərə faydası var, ya məşqçilər və idmançılar da bundan faydalana bilərlər? Ümumiyyətlə, beynəlxalq güləş qaydalarının həm məşqçilər üçün, həm hakimlər üçün, həm güləş sevərlər üçün, hər biri üçün mütləqdir buradan faydalanmalıdır, qaydaları bilməlidir. Çünki bəzən qaydaların tam şəkildə mənimsənilməsi görüşün taleyini müəyyən edir. Onun üçün bu qaydalar kitabını bilmək, onu mənimsəmək vacibdir. Dünya güləş qaydalarında güləş prosesi ilə bağlı, yəni qarşılaşma ilə bağlı dəyişikliklər varmı? Ümumiyyətlə, güləş inkişaf elədikcə, təbii ki, qaydalarda dəyişilmə olur. Bu il də dəyişikliklər olubdur. Əsasən Yunan-Roma güləşində dəyişikliklər olubdur. Bu da Dünya Güləş Birliyi tərəfindən olunan dəyişikliklərdir ki, hər bir ölkədə eynilə də biz bu qaydalara əməl edirik və bu qaydalar üzərində işləyirik. Bu gənc hakimlərə bir beynəlxalq hakim kimi nə məsləhət görərdiniz? Ümumiyyətlə, gənc hakimlər hakimliyə qəbul olunanda bizim Hakimlər Kollegiyasının sədri tərəfindən, Asif Şirəliyev tərəfindən onlara bir sıra qaydalar üzərində təlimatlar keçirilir ki, onlardan da biri əsasən ədalətli olmaqdır, hakimlik prinsiplərinə ciddi yanaşmaqdır. Ümumiyyətlə, gənc hakimlərə mənim üzərimə düşən məsləhət, yenə də mən də qeyd edərdim ki, ədalətli olmaqdır, diqqətli olmaqdır, ciddi olmaqdır və bilirsiniz ki, beynəlxalq arenalara çıxmaq üçün, beynəlxalq dərəcəli kateqoriyaya sahib olmaq üçün ən əsası ingilis dilini bilməlidir. Bu vacib məqamlardan biridir. Əli müəllim, sonda bir maraqlı bir tendensiya var hakimlər arasında ki, bizim bir qərarımız var, göy və qırmızı rəng. Bu açıqlama verərdiniz bu güləş hakimliyinə, o nədir? Bu yaxşı sualdır. Ümumiyyətlə, hakimlər arasında bəli, belə bir şey var. Ümumiyyətlə, hakim həm göy, həm qırmızı. Yəni bizə belə bir gələndən mən də milli dərəcəli hakim olanda bizə də deyilibdir, ümumiyyətlə beynəlxalq yarışlarda da deyilir. Yəni bu bizim ölkə üçün fərqlənmir. Bu hansı ölkənin güləşçisidir, bu hansı ölkənin idmançılığı fərqlənmir. Biz hakim olaraq bir şeyə fikir veririk. Bizim üçün qırmızı güləşən və göy güləşən var. Ona görə də ümumiyyətlə onları adları ilə deyil, göy və yaxud da qırmızı güləşən olaraq müraciət edirik. Məlumdur ki, may ayının 23-cü beynəlxalq güləş günü idi və Şamaxı şəhərində sizin kitabın təqdimatı oldu. Bu planlaşdırılmış bir şeydir, yoxsa? Bu planlaşdırılmış bir məsələ deyildi. Təqdimatın olmağı ilə bağlı heç bir məsələ yox idi kitab nəşr olunanda. Daha sonra Azərbaycan Güləş Federasiyasında Hakimlər Kollegiyasının sədri tərəfindən təklif olundu ki, bu kitabın təqdimatı keçirilsin. Çox sağ olsun, mən ilk öncə də Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyevə öz minnətdarlığımı bildirirəm ki, belə bir şərait yaratdı və kitabın təqdimatı Şamaxı şəhərində Hakimlər Kollegiyasının sədrinin də iştirakı ilə keçirildi və yaxşı da təqdimat oldu, çox razı qaldım. Bir daha Azərbaycan Güləş Federasiyasının nümayəndələrinə öz minnətdarlığımı bildirirəm. Bizə məlumdur ki, Güləş Federasiyasının yeni baş katibi var
Pərvin Piriyev. Mən şəxsən onu tanıdım. Çox yaxşı insandır, bir insan kimi və mən özüm şəxsən onun güləş haqqında dəyişikliklərini, güləşin çəkdiyi zəhmətləri gördüm. Siz bir hakim kimi, bir beynəlxalq dərəcəli hakim kimi və bu camiyyədə söz sahiblərindən biri kimi Pərvin müəllim haqqında nə fikir bildirə bilərsiniz? Əfqan bəy, sizin də qeyd elədiyiniz kimi, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev gəldikdən sonra güləşin inkişafı özünü Avropa çempionatında da göstərdi. Ümumiyyətlə, güləşdə nizam-intizam komitəsi yaradıldı. Mən inanıram ki, bu ənənə özünü gələcək yarışlarımızda da, böyüklərin dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında da özünü göstərəcək. Güləşdə belə deyim ki, bir ciddilik hiss olunur. Əziz tamaşaçılar, son maraqlı rubrikamıza keçək. 50 müəllimə sual verəcək idmançılarla bağlı və inanırıq ki, o səmimi qəlbdən bizim idmançılar arasında seçim edəcək və bu seçim çox maraqlıdır. Namiq Abdullayev, Fərid Mansurov. Sual dəyişik olar. Yox, Çətin sualdır. biri olmalıdır ama. Namiq Abdullayev. Namiq Abdullayev, Toğrul Əsgərov. Toğrul Əsgərov. Toğrul Əsgərov, Şərif Şərifov. Toğrul Əsgərov. Toğrul Əsgərov, Hacı Əliyev. Hacı Əliyev. Hacı Əliyev, Rövşən Bayramov. Hacı Əliyev. Hacı Əliyev, Eldəniz Əzizli. Hacı Əliyev. Hacı Əliyev, Rafiq Hüseynov. Hacı Əliyev. Hacı Əliyev, Cəbrayıl Həsənov. Hacı Əliyev. Sonuncu, Hacı Əliyev, Saman Süleymanov. Hacı Əliyev. Sonunda onu deyə bilərəm ki, bugün şahid olduq ki, güləş təkcə güc deyil, intellektual səviyyə və dünyaya baxış bucağıdır. Gələcəkdə idmançılarımıza uğurlar, güləşlə irəli. Sonda Əli müəllim də öz sözünü desin. Fikrinizə əlavələr olan qeyd eləmək istəyirəm ki, Əfqan bəy, güləş bildiyimiz kimi sadəcə bir idman növü deyil. Güləş bizim milli kimliyimiz, tariximiz, qəhrəmanlıq ruhumuz və eyni zamanda dövlətimizin idman sahəsində ən böyük simvollarından biridir. Mən inanıram ki, Azərbaycan güləşçiləri gələcək yarışlarda bir daha ən yüksək zirvələrə fəth edəcək və xalqımızı qürur hissi yaşadacaq. Təşəkkür edirəm. Çox sağ olun.